ən əsas məsələ, bugün hər kəsin müzakirə etdiyi bir məsələ vardı, ilkin və təkrar 50 təyinatı məsələsi. Yəni, ilkin təyinatda məsələ necə həll olunur, təkrar təyinat isə nədir? Buna bir aydınlıq gətirərdik öncə. Bildiyiniz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi fəaliyyət göstərir və agentliyin ən əsas fəaliyyət istiqamətlərindən biri əlilliyin qiymətləndirilməsidir. Yəni, əlillik üçün müraciət edən vətəndaşlarımızın əlillik səviyyəsinin müəyyən edilməsidir və bu istiqamətdə mütəmadi olaraq işlər görülməkdədir. 2025-ci ilin yanvar-oktyabr ayı ərzində ümumilikdə 45.200 vətəndaşımıza artıq əlillik təyinatı aparılmışdır. Və bunlardan 20.700-ü ilkin əlillik təyinatlarıdır. Yəni, ilk dəfə əlilliyi alan vətəndaşlarımızdan söhbət gedir. 24.500 vətəndaşımız isə təkrar əlillik üçün müraciət edib və əlillik təyinatı aparılmış vətəndaşlarımızdır. Ümumilikdə götürəndə isə bu rəqəm 45.200, yəni 10 ay ərzində bölüb baxdıqda təqribi 1 ay ərzində 4.500 vətəndaşımıza artıq əlillik təyinatı gedir yanaşması. Yəni, bura həm ilkin əlillik daxildir, həm də təkrar əlillik daxildir. Tamamilə doğrudur, bəli.